yoldaşlar. Mühafizə işi var. Mən sizə mühafizə işindən bəhs etmək istəyirəm. Deməli, bir neçə variantından bəhs etmək istəyirəm. Onların arasında xanımlar və bəylər üçün olan da var. Misal üçün, əzbərdən birini deyim mən üçün. Misal üçün, Gəncədə xanımlar və bəylər üçün İstanbul Hospitalda mühafizəçi işi var. Bundan əvvəl holdingində, misal üçün, təhlükəsizlik işçisinə ehtiyac var, oteldir. Deməli, 24-38 yaşlı olmalısınız, boyunuz 175 cm-dən yuxarı olmalıdır. Bu holdingindədir. Bundan əlavə, başqa yerdə də xanımlar və bəylər üçün olmalıdır. Misal üçün, təhlükəsizlik üzrə menecer işi var Abşeron Logistika Mərkəzində. Bu, misal üçün, daha peşəkarlar üçündür. Çünki müvafiq sahədə minimum 10 illik iş təcrübəsi tələb edir. Həmçinin ofis proqramları ilə sərbəst işləmək bacarığı tələb edir. Bu, yəni, yüksək əmək haqqılı ali təhsil tələb edir. Yüksək əmək haqqılı əmək haqqısını qeyd eləmir. Böyük ehtimal sizə yüksək əmək haqqı verəcək. Yəqin ki, 1000 manatdan yuxarı. Sonra nəzarətçi işi var. Xırdalandadır. Agrotrade'dədir. Bu, heç nə verir demək olar sizə. Belə ki, 540 manat fiks maaşdır, üstə qədər əlavələrdir. Xırdalanda yaşayanlara sərf eləyə bilər. Evinin böyründə bir işlə işləsin deyə. Zeytun Farmada var, qadın mühafizəçi işi. 1 illik heç olmasa iş təcrübəniz olmalıdır, 25-40 yaşlı olmalısınız və iş yerinə yaxın ərazidə yaşamalısınız, yəni Masazırda. 600-650 manatda bir işdir. Bundan əlavə, nəzarətçi işi var, xanımlar üçündür, hava limanındadır. Təhlükəsizlik üzrə nəzarətçi işidir. 23-43 yaşlı olun, boyunuz 165 cm olsun. Amma burada gecə növbəsi var. 2 gün gündüz, 2 gün gecədir, belə deyək. Yox, üzrlüsən, bu ifadəmə görə üzrlüsən yoldaşlar. Gecə növbəsi deyil, 2 gün gündüz növbəsi, 2 gün istirahətdir. Səhər saat 8-dən axşam 8-ə kimidir. Amma bu şirkətdə bilirəm ki, onunla səhv saldım. Kişi növbəsi olanda, misal üçün, onlarda hər iki növbə olur. Amma bu hal-hazırda xanımlar üçündür. 800 manat da əmək haqqı verir yoldaşlar. Servisləri də var, yəni iş yerinə getmək üçün. O ərazilərə yaxın yaşayırsınızsa, məsələn, servisləri də var, Bakıxanovdan, Əmircandan və s. Koroğludan da olmalıdır. Sonra gözətçi işi Çınarlı Parkda var. Yaşayış kompleksidir yoldaşlar. 600 manat verir, 30-50 yaşlı şəxslər üçündür. Bundan əlavə, digərlərindən də bəhs etmək istəyirəm mən sizə. Məsələn, kamera nəzarəti üzrə operator iş var. Meyvəli bazarda 900 manata yaxın verə bilir. Növbəli iş rejimidir. 7-dən 3-ə kimi, 3-dən 11-ə kimi olan bir iş rejimidir. CCTV kamera nəzarət sahəsində iş təcrübəniz varsa, bu işə müraciət edə bilərsiniz. ERT Agro şirkətindədir. Sonra bankda nəzarətçi işi var. Yellow Bankda yoldaşlar 2 il iş təcrübəniz varsa, rus dilini səlis bilirsinizsə, müraciət edə bilərsiniz, CV-nizi göndərə bilərsiniz. Sonra mühafizəçi gündüz növbəsi üzrə var. Spring Hotels and Resorts'da. Daha doğrusu Spring Hotel Resort and Spa Aqua Parkında 1000 manatlıq bir işdir. 30-50 yaşlı olmalısınız. Hərbi xidməti başa vurmuş olmalısınız. Və bu sayədə iş təcrübəniz olmalıdır. Sonra mühafizəçi işi növbə rəisi variantında da var. Şarur MTK-da. Deməli, 175 cm boyunuz olmalıdır, 20-45 yaşlı olmalısınız, ən azı 1 illik iş təcrübəniz olsa yaxşıdır. Belə bir variantı var, Həzrət Salonov metrosu yaxınlığıdır. Sonra növbə rəisi işi City Park Mall'da da var, 180 cm boy tələb eləyir, 30-45 yaş olmalı tələb eləyir, daha doğrusu 4-5 illik iş təcrübəsi tələb eləyir, bəy olmağı tələb eləyir. 800 manatda bir işdir, Ağşəhərdədir. Sonra kamera nəzarətçi işi var İNEO qrupda. Bu nə tələb edir bəs? Bu 500 manat üstə gəl bonus 25-40 yaş. Sonra nəzarətçi işi gecə növbəsi üzrə var. Performance Center'də 450 manatdır. Növbəli iş qrafikinə malikdir. 30-50 yaşlı kişilər üçündür və təcrübəniz olmalıdır. Sonra bir dənə fərqli variant var. Mühafizəçi bağban qatışığı belə deyim. 800-900 manatlıq 22-35 yaşlı müşfiqat hökməli ərazisində yaşayanlar üçün, yaxın yaşayanlar üçündür. İş təcrübəniz varsa, bu işə müraciət edə bilərsiniz. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə,
Ümumiyyətlə iş tapmaqda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz əgər bu videonu TikTokda görürsünüzsə, o halda bu videonun adının altında Toğrul Əcəb sözü yazılıb. Həmin sözə toxunaraq Toğrul Əcəb adlı kanala daxil ola bilərsiniz və kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Yox, əgər siz bu videonu YouTube-da görürsünüzsə, o zaman elə videonun adında əlaqə vasitəsi var.